Salam əziz abituriyentlər. Bugün sizlər üçün hazırladığımız təhsil.c platformasını təqdim edəcəm. Bildiyiniz üzrə ölkəmizdə Azərbaycan dilli materiallar çox azdır. Əsasən də 1+4 proqramı üzrə hazırlıq üçün materiallarımız çox azdır və buna görə də belə qərara gəldik ki, sizlər üçün belə bir ümumi bir platforma hazırlayaq, hansı ki bu platformada universitet üçün hazırlıq ləvazimatları, materialları olsun. Deməli, saytımız təhsil.c. Browserə daxil olub təhsil.c yazdığınız zaman saytımız açılır və sizdən giriş tələb edir. Öz şəxsi Gmail adresinizlə rahatça qeydiyyatdan keçib daxil ola bilərsiniz saytımıza. Platformaya daxil olduğumuzda qarşımıza belə bir səhifə çıxır. Burada gördüyünüz kimi, məsələn, saytın daxilində bizim uğur faizimizi göstərir. Məsələn, həll etdiyimiz suallar, həll etdiyimiz sualların nə qədər düzgündür və faiz olaraq burada öz uğurlarınızı görə bilərsiniz. Yəni, yazdığınız sualların bu şəkildə ortalama olaraq öz uğur dərəcənizi göstərən bir platforma ilə qarşılaşırsınız. Deməli, saytımızda nələr var? İlk öncə onları hissə-hissə izah edib. Buradan sağ üst tərəfdən menüyə daxil olduğumuz zaman burada sizin paneli gəlir. Bu şəkildə aşağı çəkdiyimiz zaman burada görürsünüz suallar qismi var. Suallar qisminə daxil olduğumuz zaman bizi platformadakı bütün ümumi suallar qarşılayır. Suallarımız həm verbal hissə, həm riyazi olaraq mövcuddur. Hər iki hissəyə dair yüzlərlə sual var. Suallarımızın tərkibində həm 2009-dan 2025-ə qədər bütün illərdə, imtahanlarda düşmüş suallar var, həm yeni yazdığımız suallar var. Bu şəkildə buradan kateqoriyalardan hansı bölməyi istəyirsiniz seçib çalışa bilərsiniz çox rahatlıqla. Daha sonra başqa buradan gəlirik yenə menümüzə. Burada lüğət bölməmiz var. Lüğət bölməsinə daxil olduğumuz zaman bizim orfoqrafik olaraq gündəlik istifadə etmədiyimiz bir çox kəlmələr var, hansı ki bunların mənalarının çoxsunu bilmirik. Sizlər üçün burada imtahanda düşmə ehtimalı olan gündəlik istifadə etmədiyimiz kəlmələrin izahlarını yazıb yerləşdirmişəm. Buradan da axtarış edərək və yaxud əlifba sırasıyla bu şəkildə bu sözlərə baxa bilərsiniz. Daha sonra burada gəlirik, yenə sınaqlar bölməsi var. Sınaqlar bölməsində də həm imtahanda çıxmış sualların toplu olaraq sınaqları, həm mənim hazırladığım sınaqlar var, həm başqalarının hazırladığı bu şəkildə bir çox sınaqlar mövcuddur. Bunları da daxil olaraq burada işləyə bilərsiniz, özünüzü yoxlaya bilərsiniz. Daha sonra başqa nələr var? Gəlirik, məsələn, ixtisaslar bölməsi var, məqalələr bölməsi var. Bu şəkildə xəbərlər, elanlar. İxtisaslar bölməsi nədir? Təbii ki, dediyimiz kimi platforma yeni olduğu üçün tam olaraq hələ tam təkmilləşməyib. Bu ixtisaslar bölməsini indi yenilikdə əlavə edəcəyik. İxtisaslar bölməsində məqsədimiz budur ki, 1+4 proqramı çərçivəsində qəbul ola biləcəyimiz bütün universitetlərin siyahısı olacaq və o universitetlərdə olan ixtisaslar, ümumi hansı ixtisaslara qəbul ola bilərsiniz, o şəkildə hər universitetin alt kateqori olaraq bütün ixtisasları burada ixtisaslar bölməsində yazacağıq. Daha sonra burada gördüyünüz kimi sizləri həvəsləndirmək üçün liderlər tablosu təşkil etmişik. Burada liderlər tablosunda məsələn daxil olduğunuz zaman bugünün, həftənin, ayını və yaxud bütün dövrün liderlərini görə bilərsiniz. Məsələn, bu həftə ərzindəki liderlər tablosudur. Daha sonra məsələn buradan ay üzrə baxa bilərsiniz. Siz də özünüzü burada görmək istəyirsinizsə, daxil olaraq bu şəkildə sualları həll etdiyiniz zaman puanlar əldə edirsiniz və bu şəkildə liderlər tablosuna sizlər də daxil ola bilərsiniz bu salamıya. Buradan tam səhifəyə çıxaq. Alt hissədə yenə burada gördüyünüz kimi sizin dəyərləriniz görülür. Hansı bölmədə nə qədər uğur əldə edirsiniz, bunları bu şəkildə görə bilərsiniz. Daha sonra burada yenə universitetlər bölməsi, peşələr yenə o az öncə menüdəki qısımdır. Texniki problemlərlə bağlı Emin Mamedova müraciət edə bilərsiniz. Bu onun telefon nömrəsidir, burada da Facebook adresi var bu şəkildə. Daxil olaraq yenə Emin bəyə müraciətlərinizi edə bilərsiniz. Çünki
bizim platformanın ərsəyə gəlməsində ən böyük əmək olanlardan biri Emindir. Bu platformayı tamamilə təmənnasız şəkildə özü tək başına quraşdırıbdır. Ona da buradan dərin təşəkkürümüzü bildiririk və digər əməyə keçən bütün hər kəsə təşəkkürümüzü bildiririk. Ümumiyyətcə platformamız, onu da əlavə edim ki, platformamız tamamilə ödənişsizdir. Yəni hər kəs ödənişsiz şəkildə girib istifadə edə bilər. Tamamilə ödənişsiz şəkildə bir platformadır. Əlavə olaraq da yenə əlimizdən gəldiyi qədər hər gün yeni suallar, yeni materiallar, yeni sınaqlar əlavə etməyə davam edəcək. İnşallah birlikdə daha da böyük bir platforma, bir ailə halına gətirəcək və sizlər də buradan istifadə edərək özünüzü imtahanlar üçün hazırlaya bilərsiniz. Bu qədər. Hər birinizə uğurlar arzulayıram. İnşallah sonraki videolarda görüşərək.